Deməli uşaqlar, gəlin davam edək 121-ci sualla. Deyir ki, 1-200 parçasındakı tam ədədlərdən 5-ə bölünüb 3-ə bölünməyən ədədlərin sayını çap edən proqram Python dilində yazın. Əslində yazmaq olar while-la da, for-la da. For-la yazsaq daha qısa olar. Ədəd dediyinə görə n bərabər ümumiyyətlə sayını istəyir bizdən ki, 3-ə bölünməyən ədədlərin sayını çap edən proqram. Bu baxımdan əvvəlcə bir n parametri daxil edək sayması üçün və dövrdə for i in range 1-200 aralığı dediyi üçün biz bunu götürək 1-dən 201-ə qədər ki, 200-ün özü də daxil olsun həmin aralığa. 5-ə bölünüb 3-ə bölünməyən deyirsə, bir şərt verərəm ki, əgər götürdüyüm i'lər həmin o i'ləri 5-ə böləndə qalıqda 0 qalırsa, yəni bizdən deyir 5-ə bölünsün və 3-ə bölünməsin. Yəni and 3-ə bölünməyənləri də qalığı 0-dan fərqli götürə bilərik. Bu baxımdan i'ni əgər 3-ə böləndə qalığım 0-dan fərqlidirsə, yəni tam bölünmürsə, bu zaman sayını istədiyinə görə n bərabərdir, n plus 1 qədər artsın, yəni saysın. Ən sonda da print n-i çapa göndərsin. Deməli, 121-də proqram olacaq bu formada. Daha sonra baxaq 122-ci suala. 122-də deyir ki, klaviaturadan daxil edilmiş natural ədəd cüt olarsa onun faktorialını, tək olarsa kvadratın 2 mislini çap edən proqramı Python dilində yazın. Tək olarsa kvadratın 2 misli, misal üçün 5 təkdir, 5-in kvadratı 25-dir, 2 misli 50-dir. Amma cüt olarsa faktorialını hesablasın. Baxımdan əvvəlcə mən həmin ədədi daxil etməliyəm. Sonra baxmalıyam görüm bu ədəd cütdürmü yoxsa təkdirmi. Bunun üçün deyəcəm n bərabərdir. Int inputdan ədədi daxil edəcəm. Daha sonra faktorial tapması üçün f-i 1 götürəcəm, yəni f parametri 1-dən başlayacağım hasil olduğu üçün. Və deyəcəm ki, əgər ədədim cütdürsə, yəni ədədi 2-yə böləndə qalıqda 0 qalırsa, bu zaman nə etməlidir? Həmin ədədin faktorialını tapmalıdır. Faktorialını tapması üçün bunu for dövrü ilə yazacağım. Yəni dövrün içində for i in range. 1-dən, hətta 1-dən yox, 2-dən götürə bilər. Çünki burada onsuz ki, 1-in özü var. Yəni 1-dən götürməyə ehtiyac yoxdur. 2-dən n plus 1-ə qədər götürək ki, n-in özünü də götürsün. Hesablasın yəni. Və f bərabərdir faktorial tapması üçün hər dəfə f-i vursun i-yə. Bu zaman faktorial hesablayacaq. Yəni ədəd əgər cütdürsə, baxın bu hissədə cütdürsə. Yox, əgər cüt deyilsə, yəni bunun else hissəsində deməli, nə istəyir? Kvadratın 2 mislini. Bu zaman deyəcəm ki, elə f bərabərdir, onsuz f-lə vermişəm. N vur n kimi də yaza bilərik və yaxud da n kvadratı kimi də yaza bilərik. Yəni bunun 2 misli vurulsun 2. Ən sonunda da print f-i göndərək çapa. Baxın bu formada olacaq. Deməli 122-ci cavabı olacaq bu formada. Sonra davam edək 123-cü sualla. 123-də deyir ki, rəqəmləri cəmi 12-dən kiçik olmayan, deməli 2 və 5-ə bölünən bütün 3 rəqəmli natural ədədlərin sayını çap edən proqram. Deməli, 3 rəqəmli ədədlər içərisində 2-yə və 5-ə bölünən istəyir və rəqəmləri cəmi də 12-dən kiçik olmayan. Yəni 12-dən kiçik olmayan deyirsə, 12-dən böyük bərabər olanları götürməliyik. Bu baxımdan mən əvvəlcə bunu belə deyim də bir dövrün içində yazsam, sayını dediyi üçün yenə n parametri, yəni n bərabərdir 0 götürərəm və dövrümdə for dövrü ilə yazacağım. Bu hissədə deyərəm ki, 3 rəqəmli ədədlər 100-dən başlayır, 999-da bitir. Bu baxımdan 100 1000 aralığını götürərəm ki,
Yəni ən son 1000-i götürə bilməsin və 999-da götürsün. Və bu aralıqda nə istəyir bizdən? 2 və 5-ə bölünən bütün. Yəni bu belə deyim də, götürdüyüm i, bu aralıqda olan i həm 2-yə bölünməlidir, həm 5-ə bölünməlidir. Bu baxımdan deyim ki, əgər götürdüyüm i ilə də həm 2-yə bölünürsə və həm də 5-ə bölünürsə, yəni 5-ə böləndə qalıqda 0 qalırsa, yəni tam bölünürsə, bu zaman bizdən nə istəyir? Rəqəmləri cəmi 13-dən kiçik olmasın. Həmin belə deyək də, götürdüyüm i-ni mən rəqəmlərini taparam. Yəni yüzlük mərtəbəsini, onluq mərtəbəsini, təkli mərtəbəsini taparam. Bu baxımdan bunu da deyəcəm ki, dövrün içində yazmalıyam. Yəni a bərabərdir. Əgər həmin i həm 2-yə də, həm 5-ə də bölünürsə, bunun yüzlük mərtəbəsini tapaq. Bu baxımdan i-nin 100-ə bölünməsindən alınan tam ədədi götürərəm. Daha sonra b bərabərdir. Onluq mərtəbəsi üçün i-nin 10-a bölünməsindən tam ədəd və 10-a bölünməsindən alınan qalığı götürərəm. Təklik mərtəbəsi üçün də c bərabərdir. i-nin 10-a bölünməsindən alınan qalığı götürərəm. Və daha sonra rəqəmləri cəmi 13-dən kiçik olmayan deyir. Məsəl üçün deyəcəm ki, x bərabərdir a plus b plus c. Bunları cəmləsin və dövrün içində, yəni bu proses hal-hazırda dövrün içində baş verir. Deyəcəm ki, dövrün içində əgər bu rəqəmləri cəmi 13-dən kiçik deyilsə, yəni kiçik deyilsə, onda böyük bərabərdir götürməliyəm. X əgər böyük bərabərdirsə 12-dən, çünki bizə deyir ki, kiçik olmayan. Bu zaman sayını istəyir. N bərabərdir, n plus 1. Yəni n-im hər dəfə bir vahid artsın və dövrdən çıxandan sonra da ən son n-i çapa göndərsin. Print n. Deməli, 123-ün də cavabı olacaq. Baxın bu formada. Sonra davam eləyək 124-cü sualla. Burada da deyir ki, daxil edilən n natural ədədi üçün ifadənin qiymətini hesablayan proqram qurun. Baxıram ki, belə deyim də, 1 bölünmüş faktorial üstü n-dir və belə olan halda mən demişəm ki, n-i i ilə əvəz edib yazın. Bu baxımdan əvvəlcə daxil edilən n natural ədədi dediyi üçün mən n-i daxil eləməliyəm. N bərabər int inputla həmin n-i daxil etdim. Cəmləmə parametri üçün s bərabərdir 0-a. Baxıram ki, məndə bir mənfi, bir müsbətdir və mənfidən başlayıb. Bu baxımdan k bərabərdir. Mən bu mənfi 1 götürəcəm ki, yəni mənfidən başladığı üçün 1 yox, k-nı mənfi 1 götürdüm. Və faktorial tapsın deyə hasil parametri olaraq f-ə də 1 verəcəm. Daha sonra dövrün içində for i in range deməli hesablasın 1-dən n də daxil olsun deyə n plus 1-ə qədər götürəcəm ki, n də yəni n-i də hesablasın. Bu zaman belə deyək, f faktorial tapmalıdır f vuraq i-dən və daha sonra indi bu hissəni yazmalıyıq ki, cəmləmə hissəsi necə olsun. Deməli, baxın, nə edir? S-in üstünə gəlir, deməli, mənfi 1-i, yəni k-nı vurur, 1 bölək faktorial üstü n-ə. Dedim ki, n-i i ilə əvəz eləsək, o zaman belə bir şey yaranır. Lap bunu biraz bu tərəfdən yazaq. F bərabərdir, f vuraq i. Buradan da s bərabər olacaq. S-in üstünə gəlsin. Hər dəfə k-nı vurur. K da baxın mənfidən başlayıb deyə mən də mənfidən başlatdım. K-nı vuracaq. 1 bölünsün. F üstü n. İndi f üstü n götürməyəcəm. N-i i ilə əvəz eləsəm, f üstü i götürəcəm. Yəni f üstü i. Baxın bu formada. Daha sonra da k bir dəfə mənfidir, bir dəfə müsbətdir. O baxımdan k bərabər mənfi k eləməliyəm ki, dövrdə bir dəfə mənfi olsun, bir dəfə müsbət olsun. Ən sonda da dövr bitəndən sonra print bu cəmi, yəni s-i çapa göndərsin. Bu da olacaq 124-ün cavabı. Daha sonra davam eləyək 125-ci sualla. Deməli, nə istəyir? Klaviaturadan daxil edilmiş n tək ədədi üçün bu cəmi hesablayan proqramı Python dilində yazın. Bu da nədir? Silsilədir. Belə deyək də,
Baxıram ki, silsilədir. Bu baxımdan silsilənin hesablamasında 3, 5, 7, 9, 2 artıbdır. Yenə n ədədi dediyinə görə n ədədimi int inputla daxil eləyəcəm. Cəmləməsi üçün cəm parametri olaraq s-im 0-dır. Yenə bir mənfidir, bir müsbətdir. K-nı müsbətdən başlayıb, yəni 3-dən başladığı üçün K-ya 1 verəcəm. Mənfi 3 olsaydı mənfi 1 verərdim. Baxıram ki, bir dənə də misal üçün deyirəm, bir dəyişən götürək, x dəyişəni götürək. 3-dən başlayıb baxı cəmləməyə. Onu da 3 deyək. Daha sonra dövrün içində for i in range n-i də götürsün deyə 1-dən n plus 1-ə qədər hesablasın. Yəni n-in özü də daxildir. Və burada nə baş verir? S cəmləyir onsuz da. Nə edir? K-nı heç nə. Hər dəfə vurur x-a. Baxın, və x-imizdə baxıram ki, 2 artır. 3 olur, 5 olur, 7 olur, 9 olur, ta ki n-ə qədər. Yəni s bərabərdir. S-in üstünə gəlir, K-nı vurur x-a. Və burada da x-i mən hər dəfə 2 artırmalıyam. Çünki 3, 5, 7, 9 bax 2 artır. K-nı da yenə bir mənfi, bir müsbət olması üçün mənfi K eləyəcəm. Ən sonda da dövr bitəndən sonra print s-i, yəni bu cəmi çapa göndərmiş olacaq. 125-də də düzgün proqram olacaq bu formada. Sonra 126-cı sualda deyir ki, bütün 3 rəqəmli natural ədədlər arasında hər bir rəqəmi 3-ə tam bölünən ədədlərin sayını çap edən proqramı Python dilində yazın. Deməli, bütün 3 rəqəmlər içərisində hər bir rəqəmi 3-ə tam bölünsün. Yəni, 3 rəqəmlilər yenə götürəcəm 100.000 aralığı, yəni 100-dən 999-a qədərdir. Və mən bu zaman həmin ədədin bayaqçı qayda ilə rəqəmləri ayırmalıyam. Yəni, yüzlük, onluq, təklik mərtəbələrini tapmalıyam. Və daha sonra deməliyəm ki, həmin bax bu yüzlük mərtəbəsi də, təklik də, onluq da 3-ə tam bölünürsə, bu zaman heç nə. N-imiz hər dəfə artsın. Bu baxımdan sayma parametri olaraq, yəni say dediyi üçün n-i 0 götürəcəm. Dövrün içində for i in range hissəsində, deməli, 3 rəqəmli dediyi üçün başlayır 100-dən, belə deyək, 1000-ə qədər, yəni 999-u götürsün deyə 1000-ə qədər deyəcəm. Və daha sonra əgər tutaq ki, i gedib götürüb 100-ü və yaxud 101-i, bunun rəqəmlərini tapmalıdır. O baxımdan deyim ki, a bərabərdir, bayaqçı qayda ilə yüzlük mərtəbəsinə görə i-ni 100-ə böləndə alınan tam ədədi götürsün. B bərabərdir, onluq mərtəbəsinə görə i-ni deməli 10-a böləndə tam ədəd, bir də 10-a böləndə qalığı götürsün. C də bərabərdir, i-ni 10-a bölünməsindən alınan qalığı götürsün təklik mərtəbəsinə görə. Və daha sonra şərt verməliyəm ki, əgər bax bu götürdüyüm i nə idi? A, B, C eyni anda 3-ə qalıqsız bölünürsə, onda n-in bir vahid artmalıdır. Yəni, A-nı da 3-ə böləndə qalıq 0-a bərabərdirsə, and. Deməli, B-ni də 3-ə böləndə qalıq deməli 0-a bərabərdirsə, bir də yazmalısınız ki, and. Deməli, C-ni də 3-ə böləndə qalıq 0-a bərabərdirsə, onda n bərabərdir, n plus 1 qədər artsın, yəni saysın. Çünki məndən sayını istəyir. Ən sonunda da dövr bitəndən sonra desin ki, print n. Yəni, həmin, baxın, bu sayı çap eləsin. Bu baxımdan 126-da düzgün cavab olacaq bu formada. Daha sonra baxsam 127-ci suala. Deyir ki, bütün 4 rəqəmli natural ədədlər arasında hər bir rəqəmi tək olan, deməli, ədədlərin cəmini çap edən proqram. 4 rəqəmlilər içərisində deməli, arasında hər bir rəqəmi tək olan. 4 rəqəmli deyirsə, ümumiyyətlə, bizdə nə istəyir? Cəmini.
Cəm parametr olaraq S birinci S-dən başlayıram. S-ə 0 verirəm cəmləməsi üçün. Və dövrdə 4 rəqəmli ədədlər deyirsə, götürürəm 1000, 10.000 aralığı. Bu baxımdan əvvəlcə deyəcəm ki, deməli, S bərabərdir 0 cəmləməsi üçün cəm parametri olaraq. Dövrün içində for i in range. Deməli, 1000 və 10.000 aralığı. Bu zaman əvvəlcə nə etməliyəm? Mənə deyir ki, hər bir rəqəmi tək olan. Yaxşı. Yenə mən bunu, baxın, 10 minlik mərtəbəsini tapmalıyam, minlik mərtəbəsini tapmalıyam, yüzlük, təklik, onluq. Yəni, yenə bu formada bayaqçı qayda ilə ədədin mərtəbələrini tapmalıyam, yəni rəqəmlərini ayırmalıyam. Sonra da mənə deyir ki, deməli, tək olanların təklik şərtində necə bilirəm? 2-yə bölünəndə qalıqda 1 qalırsa və yaxud qalıq 0-dan fərqlidirsə, deməli, təkdir. O zaman bu ədədləri cəmləsin S. Ən sonunda həmin S-i çapa göndərsin. Ona əsasən deyəcəm ki, A bərabərdir i-nin əvvəlcə minlik mərtəbəsi 1000-ə bölünməsindən alınan tam ədədi tapsın. B bərabərdir yüzlük mərtəbəsi i-nin 100-ə bölünməsindən alınan tam ədədlə 10-a bölünməsindən alınan qalığı götürsün. C bərabərdir. Bu, deməli, onluq mərtəbəsidir. i-nin 10-a bölünməsindən tam ədədlə 10-a bölünməsindən alınan qalığı götürsün. D də bərabərdir təklik mərtəbəsi i-nin 10-a bölünməsindən alınan qalığı götürsün. Daha sonra bir dənə şərt verməliyəm ki, if şərtində. Baxın, A-nı da, deməli, ədədin rəqəmləridir. 2-yə böləndə qalıqda 1 qalırsa və yaxud 0-dan fərqlidirsə, daha sonra and, eyni qayda ilə B-ni də 2-yə böləndə, deməli, qalıqda 1 qalırsa, sonra deməli, siz and, C-ni də 2-yə böləndə qalıqda 1 qalırsa, D-ni də 2-yə böləndə qalıqda 1 qalırsa, yəni bunların hamısı təkdirsə, mənə deyir ki, tək olsun. Yəni, əgər təkdirsə, onda S bərabərdir, S həmin o götürdüyüm i-ni neynəsin? S plus i, yəni cəmləsin. Və ən sonda da dövr bitəndən sonra desin ki, print S, yəni həmin o cəmlədiklərini çapa göndərsin. Bizdən proqram bunu istəyirdi. O baxımdan 127-də düzgün nəticə olacaq bu formada. İndi uşaqlar, baxaq 128-ci suala. Deyir ki, klaviaturadan daxil edilən natural ədədin ən kiçik tək rəqəmini çap edən proqram Python dilində yazın. Deməli, məsəl üçün, belə bir ədəd daxil eləyib. Burada ən kiçik tək rəqəmi 1-dir. Məsəl üçün, burada tək rəqəm yoxdur. Burada ən kiçik tək rəqəm 5-dir. İndi bizdən belə bir proqram istəyir. Və mənə ən kiçik lazım olduğu üçün, ümumiyyətlə tək rəqəmlər arasında ən böyük tək rəqəmim deyərsiz ki, 9-dur da. Mən və dövrün içinə, əgər while ilə yazsam, baxın, while dövründə mən hə deyəndə dövrə düşürəm də, dövrə davam edirəm. Bu baxımdan mən deyərəm ki, orada ən böyük ədədi 9 götürərəm və 9 götürüb ədədin rəqəmi ilə da ona bölünməsindən alınan qalıqla ədədin rəqəmi ilə müqayisə eləyərəm və eyni zamanda həm belə deyək də 9 o ədəddən böyükdürsə və təkdirsə, onda keçsin, tutaq ki, nə bilim, bir x ədədi deyərəm, geçsin həmin o qalığı götürsün. Yəni, baxın, bu formada yazası olsaq, belə deyim də, əvvəlcə n bərabərdir, int inputla həmin ədədi daxil eləyərəm. Və daha sonra ən kiçik tək rəqəmini çap edən deyirsə, mən deyəcəm ki, n bərabərdir 9. Niyə 9 götürürəm? İndi while dövründə mən hə deyəndə dövrə düşürəm. O baxımdan indi deyəcəm niyə 9 oldu. Bir dənə k parametri götürəcəm 0. Yəni dövrdən çıxandan sonra ümumiyyətlə k-nı 0 götürdüm. K dəyişibsə, 1 olubsa, deməli o ədədi, tək ədəd çap etsin. Əgər k dəyişməyibsə, 0-a bərabər olaraq qalıbsa dövrün sonunda, deməli tək ədəd yoxdur. Bu baxımdan k-nı 0 olaraq götürdüm. İndi while hissəsində deyəcəm ki, nə qədər ki n böyüdür 0-dan,
Bu zaman Q bərabərdir. Deməli, n-in 10-a bölünməsinin alınan qalığı götürsün, yəni rəqəmi götürsün, ədədin rəqəmini götürsün və n də dövrü kiçilsin. 10-a bölünməsinin alınan tam ədəddir. Və burada deyim ki, əgər mənim daxil etdiyim m-ə 9 daxil etmişdim axı. M böyüdürsə Q-dən və deməli Q-nü əgər təkdirsə deyir, 2-yə böləndə qalıqda 1 qalırsa, bu zaman deyim ki, m bərabər olsun həmin Q-yə. Niyə? Çünki belə deyək də, mən niyə bura 9 yazdım? Deyərsiniz ki, ən kiçik 1-dir də, m-ə 1 götürək. Axı, mən vayla hə deyəndə dövrün içinə düşürəm. Məsəl üçün, burada m-i 1 götürsəm, tutaq ki, Q-nü 3 almışam. Deyəcək 1 böyüdür 3-dən, yox deyib dövrdən bəri başdan çıxacaq. Yəni, əgər mən m-i 1 götürsəm, o zaman problem olar. O baxımdan m-i 9 götürdüm. Məsəl üçün, deyəcək ki, Q əgər 3-dürsə, 9 böyüdümü 3-dən, hə deyəcək və 3-ü 2-yə böləndə qalıq 1-ə bərabərdirmi? Yenə deməli, hə deyəcək, m bərabər olacaq həmin Q-yə. Və deməli, k-da dəyişəcək. K da bərabər olsun 0-a yox 1-ə. Bu formada ta ki dövr bitənə qədər, yəni ən kiçik, belə deyək də, rəqəmi tapana qədər davam eləyəcək dövr. Ən sonda, ta ki dövr bitəndən sonra, mən gəlib bir dənə şərt verəcəm. Deyəcəm ki, əgər, yəni dövr bitəndən sonra, k dəyişməyibsə, yəni k 0-a bərabər olaraq qalıbsa, deməli, nə baş verib? Tək ədəd yoxdur. Print, tək rəqəm yoxdur, belə deyək də. Ədəddə tək rəqəm yoxdur. Bu zaman bu getsin çapa. Çünki mənə deyək ki, ədəddə tək rəqəm yoxdur. Bunu göndər çapa. Əks halda, yəni bunun else hissəsində, deməli, bu formada olsun. S hissəsində m Q-yə bərabərdirsə, onda m gedir onsuz ki, ən kiçiyi götürür də, ən kiçik tək rəqəmi götürür. Elə print m-i göndərək çapa. Print m. Və salam. Bu formada. Deməli, 128-in cavabı olacaq belə. Sonra davam eləyək 129-la. Deməli, uşaqlar, 129-da deyir ki, klaviaturadan daxil edilən 16-lıq say sistemində olan natural ədədi 10-luq say sisteminə çevir. Yəni, 16-lıqda belə deyək də bir ədəd verir bizə və bizə deyir ki, bu ədədi 10-luğa çevirməyimizi istəyir. Bu baxımdan nə edərik? Əvvəlcə həmin ədədi klaviaturadan daxil eləyək. Amma necə daxil? Sətir tipində. Yəni, n bərabərdir. Inputla həmin ədədi daxil elədim. Daha sonra mənə lazımdır bir dənə k parametri. K parametri də hər dəfə belə deyək. Məsələn, 16-lıq say sistemində 16-lıqda 10-luğa istəyir də. A 10-dur, B 11-dir, C 12-dir. Yəni, vurma üçün mənə bir dənə k parametri lazım olacaq. O baxımdan k bərabərdir 1 götürəcəm. Bir də cəm üçün s bərabərdir 0 götürəcəm. Bir dənə də boş siyahı götürəcəm. Məsəl üçün, B bərabərdir, bir dənə boş siyahı verəcəm. Və belə deyək də, for dövrü ilə yazacağım. Yəni, while ilə deyil də, forlandır. For, deməli, in, n. Yəni, geçsin n-ə, n sətrinə, birbaşa müraciət eləsin və n sətrindən götürdüyüm i-ləri əlavə etsin mənim bir siyahıma. Yəni, B nöqtə append i eləsin. B siyahısını əlavə etdikdən sonra mən baxın, bu B siyahısını tərsinə çevirməliyəm. Niyə? Əvvəlcə bunu B nöqtə reverse eləyək. Niyə tərsinə çevirirəm? Çünki belə deyək də, misal üçün daxil eləmişik. Tutaq ki, deyirəm 2B, bu 16-lıqda da düzdürmü? Biz bunu 10-luğa gətirməliyik. Bunu nömrələyəndə mən necə nömrələyirəm? 0, 1 kimi. Yəni 2 vuraq 16 üstü 1 üstə gələk, 11 vuraq 16 üstü 0. Yəni 10-luğa gətirəndə bu formada 0, 1 kimi nömrələyirəm. Ancaq mən bunu B siyahısına əlavə eləyəndə
Yəni tərsinə çevirdim. Niyə? Çünki tərsinə çevirəndə bu mənə verəcək B2-ni. Düzdürmü? Və axı siyahıda nömrə eləmə düzünə gedir. Yəni 0, 1 bu formada. Baxın, 0-cı element B idi. Burada da 0-cı element B-yə düşməsi üçün mən bunu tərsinə çevirdim. Yəni reverse elədim. Tərsinə çevirməkdə məqsəd buna görədir. Daha sonra reverse eləyəndən sonra deyəcəm ki, getsin həmin siyahıya birbaşa müraciət eləsin. Yəni for E in B. Siyahıya birbaşa müraciət eləsin. Və əgər siyahıdan götürdüyüm i tutaq ki, a-ya bərabərdirsə sətr tipində. Deyəcəm ki, belə deyək də, əgər həmin i bərabərdirsə a-ya, yəni 10-dursa, onda s bərabərdir neynəsin? S üstə gələk, 10 vuraq, k eləsin. Çünki a 10-da axı. Daha sonra bir dənə elif şərti verməlisiniz ki, indi bu hissələri qeyd eləməyəcəm. Sonra bir dənə elif şərti verməlisiniz ki, ifin altında. Əgər belə deyək də, götürdüyüm i b-yə bərabərdirsə, onda b-yə bərabərdirsə neynəsin? B 11-dir də. Yəni artıq 11-i belə deyək, s-in üstünə gələcək, 11-i k-ya vuracaq. Daha sonra elif şərti ilə verməlisiniz ki, əgər götürdüyüm i c-yə bərabərdirsə, onda s-in üstünə gəl, deməli c-ni, yəni 12-ni vur. Belə deyək də, k-ya. Bu baxımdan, yəni bunları indi bir-bir mən qeyd eləmədim. Və daha sonra s bərabərdir, belə deyim, intə ədədə çevirməlidir else hissəsində. Bunlar ümumiyyətlə ifləri, elifləri yazdıqdan sonra ən sonda else hissəsini, yəni əgər a-ya, b-yə, c-yə, d-yə bərabər deyilsə, bu zaman deyəcəm ki, else hissəsində deməli s bərabər olsun, artıq intə çevirməlidir. S-in üstünə gəlsin, int i-ni vursun k-ya. Yəni baxın bu formada. Yəni else hissəsində intə ədəd tipinə çevirəcək. Və mən hər dəfə k-nı belə deyim 16 qədər artırmalıyam. Niyə? Çünki k 1-dir. Bir dəfə deyəcək ki, əgər tutaq ki 2b 16-da daxil eləmişəmsə, 2 vuraq 16 üstü 1, sonra 16 üstü 2, yəni belə deyim də 16 qədər artmalıdır. Bu baxımdan deyəcəm ki, deməli, k bərabərdir, k vuraq 16. Yəni 16 dəfə belə deyə artmalıdır. Çünki axı bura düşəndə 1-ə vura bilməyəcək, ədəd tipinə düşəndə, intə düşəndə k-ya 1-ə vura bilməyəcək. Yəni artıq 16-ya vurmalıdır. Və ən sonda da desin ki, heç nə, print s, yəni dövrdən çıxandan sonra print s-i çapa göndərsin. Deməli, bir dəfə də bunun üstündən keçirəm. Əvvəlcə n inputuna daxil edir sətr tipində. Daha sonra k parametri 1-dir, cəmləmək üçün s-im 0-dır və bir dənə də boş siyahı verdik. Daha sonra həmin o daxil etdiyim sətrə, inputuna daxil etdiyim sətrə birbaşa müraciət edirəm. Oradan i-ləri götürürəm, b siyahısını əlavə edirəm. Daha sonra B siyahısını tərsinə çevirdim. Niyə tərsinə çevirməyimin səbəbini də izah elədim. Daha sonra həmin o B siyahısına birbaşa müraciət edirəm. Əgər götürdüyüm i-lər A-ya, B-yə, C-yə, D-yə bərabərdirsə, A-ya bərabər olanda A 10-dur. S plus 10-u vursun K-ya. B-yə bərabər olanda B 11-dir elif hissəsində. S üstə gələk 11-i vursun K-ya. Yəni bu formada davam eləsin. Yox, əgər A-ya, B-yə, C-yə bərabər deyilsə, S hissəsində intə çevirsin və K-ya vursun. Və intə çevirib k-ya vuranda da k-nı mən sərbəst hissəsinə, yəni sərbəst olaraq 16 dəfə belə deyim də dəyişməliyəm k-nı. Çünki burada int hissəsində 1-ə vura bilmir, axı 16-ya vurmalıdır. Əgər dəyişməsəm, k vur 16 eləməsəm o 1 olaraq qalacaq. Və ən sonunda da dövr bitəndən sonra da print s-i, yəni həmin o cəmi göndərsin çapa. Bu da oldu, deməli 16-lıq say sistemindən 10-luq say sisteminə keçid. İndi uşaqlar, baxaq 130-a. 130-da da deyir ki, 8-lik say sistemindədir, 10-luğa çevir. Əslində bu da
məntiq olaraq 16-lığa 16-lığa 10-luğa gəlməklə eyni məntiqdir. Sadəcə olaraq burada mənim o A, B, C, D yoxdur deyə, hərflərim yoxdur deyə mən int inputla daxil edib daha sonra sətrə çevirəcəm. Yəni birbaşa sətirlə inputla daxil edə bilmirəm. Çünki orada dediyim kimi hərflərim vardı. Burada sırf rəqəm olduğu üçün n bərabərdir. Həm də burada natural ədədi deyir. Baxın, burada da natural ədədi deyirdi. Sadəcə olaraq dediyim kimi hərflər olduğu üçün mən birbaşa orada ədəd daxil edə bilmirdim. Axı A, B, C, D, Y var. O baxımdan 130-da 8'lik deyir. Onun üçün n bərabərdir. Yəni int inputla, onsuz ki hamısı yəni ədəddir deyə int inputla daxil edirəm. Və daha sonra mən bunu sətrə çevirəcəm. N bərabərdir. Yəni eyni məntiqlə gedəcəm, sətrə n eləyəcəm. Və daha sonra reverse eləməliyəm, amma reverse siyahı ilə işləyir, sətirlə işləmir. O baxımdan belə eləyək. Əvvəlcə bu sətri siyahıya çevirək. Yəni n bərabərdir list. Bunu belə eləyək. List n eləyək. Daha sonra n nöqtə reverse eləyək. Çünki birbaşa reverse eləyə bilmərəm. Çünki reverse siyahı ilə işləyir. Sətri siyahıya çevirdim. Daha sonra həmin siyahını deməli belə deyək, tərsinə yazdım. Nə üçün tərsinə yazdım? Dediyim kimi, tutaq ki daxil etmişəm, nə bilim 2, 3, 5 belə deyək, 8-lik say sistemindədir. Sətirin eləsəm, bunu sətrə çevirir. Daha sonra siyahıya çevirdim və tərsinə yazanda bu belə olmalı da 5, 3, 2 kimi. Yəni nömrələyəndə 0, 1, 2 5'e götürsün deyə birinci. O baxımdan mən bunu tərsinə yazdım. Daha sonra deyəcəm ki, yenə bayaqçı qayda ilə bir k parametri vurması üçün k bərabər 1 eləyəcəm. Və daha sonra gedim, bax bu n siyahısına birbaşa müraciət edeyim. Yəni for i in n. Buradan i'ləri götürəndən sonra deməli onluğa gətirməliyəm də. S bərabərdir. S-in üstünə gəlsin. Int i-ni vuraq heç nə k-ya. Və yenə bayaq 16 qədər artırdı. İndi isə 8-likdə olduğu üçün 8 dəfə artmalıdır. Yəni k bərabərdir. K vuraq 8 olmalıdır. Və ən sonda da dövrdən çıxandan sonra da print s-i göndəririk çapa. Deməli 130-da da 8-likdə istədiyi üçün nəticəm olacaq. Baxın bu formada.